Amerikada məhkəmə prosesləri nə qədər şəffaf olur. Bir neçə ay bundan öncə bir hadisə baş vermişdi və sadəcə olaraq Virginia, daha çox Vaşinqton ətrafında yaşayan bütün Azərbaycanlılar bu hadisə barədə yaxından uzaqdan məlumatlı idi. Belə baş vermişdi. İki Azərbaycanlı hər hansı nəysə üstündə dalaşmışdılar və biri digərini öldürməklə nəticələnmişdi. Təbii ki, bu bizim aramızda da şok effekti oldu və öldürəni tutdular. Daha sonra məhkəmə baş tutdu və məhkəmədə həmin öldürən şəxsi sadəcə olaraq sərbəst buraxdılar. Səbəb isə həmin ərazidə ki, o toqquşma baş vermişdi, qətl törədilmişdi, həmin ərazinin kameraları izlənildi və nəticədə aydın oldu ki, öldürən şəxs sadəcə olaraq özünü müdafiə edib, self-defense edib. Yəni, əgər sən özünü müdafiə edirsənsə, sən öldürməsən, səni öldürəcəklər. Ona görə də öldürən şəxs məhkəmə zalından dərhal sərbəst buraxıldı. Dünyanın heç bir ölkəsində olduğu kimi Amerikada da məhkəmə prosesi qüsursuz deyil, sadəcə olaraq şəffaflıq səviyyəsi çox yüksəkdir.